Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. İnnel hamdalillah nahmaduhu ve nesta'inuhu ve nestağfiruhu ve natubu ileyh ve na'udhu bihi min şururi anfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille la ve men yudlil fela hadiye la. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike la. وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وعلى آله وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Möhtərəm müsəlmanlarla birinci təqva olmağıza çağırıram. Və biz mübarək aydayıq. Və mübarək ay, Ramazan ayı xüsusiyyətləri çoxdur. Və xüsusiyyətlərindən də ən əzəmətlisi, ən böyüyü və ən gözə çarpanı Quran-ı Kərimdir. Allah subhanahu teala buyurur ki, Elhamdülillahillezî enzələ alə abdihil kitəbə və ləm yec'al lehu eyvəcə. Yəni Allah subhanahu teala Kəf surəsi 1-ci ayəsində buyurur ki, həmd olsun o Allah ki, kitabı heç bir əyriliyə yol vermədən öz bəndəsinə nazil etmişdi. Kəf surəsi 1-ci ayə. Və necə bilirsiniz, bu ay Quran ayıdır. Və bu ayda nazil oldu Quran. Ramazan ayının 17-si təxminən bu aralarda Rasul sallallahu aleyhi ve sellemin 40 yaşı var idi. Və Peyğəmbər sallallahu aleyhi ve sellem Peyğəmbərliyindən qabaq onu hazırlaşdırırdılar. Və bu hazırlaşma uşaqlığından idi hətta. Necə qəlbin 2 dəfə yarıb yumuşdular. Hələ uşaq olanda. Çünki Peyğəmbər olmaq hasad deyil. Ağır işdir. Böyük yüklər özünü götürür. Böyük məsuliyyət. Adələ vəhyin gəlişi. Sahabələrdən biri deyir ki, bir dəfə Rasul sallallahu aleyhi ve sellem oturmuşduq və dizinin bir hissəsi ayağımın üstündədir. Vəhy gələndə az qaldı ayağım sına. Yəni vəhy ağırdır. Ona görə hətta Ayşə radiyallahu anh möminlərin anası, münafiqlərin yox möminlərin anası deyirdi ki, vəhy gələndə biz Peyğəmbər sallallahu aleyhi ve sellem yəni bilirdi yüzündən. Yəni görürsən, soyuq havada alnı təriyirdi. Yəni vəhy gəlmək elə belə deyil. Ağırdır. Və təsəvvürlə birinci dəfə Peyğəmbər sallallahu aleyhi ve sellem vəhdən qabaq, birinci vəhdən qabaq başladı çəkilməyə, xəlvətə. Və Hira dağı var Məkkədə və Məkkədən aralıdır çox. Yəni kim Məkkədə olub, yəni o dağ çox aralıdır. Bilməyəm, dəqiq neçə kilometrdir. İnşallah kilim olmayıb, onlara da Allah subhanahu teala həzz nəsib eləsin. Ora gedirdi. Təkliyə, xəlvətə. Özü nasıl olmayaraq. Yəni Allah vəhy hazırlaşır, vəhy yaxınlaşır. Və Cəbrail gələndə, Cəbrail təbii ki, birinci özünü göstərmədi. Gəldi, dik onu oxu. Təsəvvürlə tək, mağara, dağın üstü, yaşadığı yerdən çox uzaq yer və qorxulu vəziyyətdir. Rasul sallallahu aleyhi ve sellem birinci qorxdu. Və dedi ki, mən oxuyamıram. Dedi, oxuy. Və nazil oldu, necə bilirsiniz, İqra surəsi, yəni Buxari dedi bu hədis, məşhur hədisdir və sonra necə qayıdır Xədicə radiyallahu anh'ın evinə və bildirir. Sonra Xədicə də radiyallahu anh möminlərin anası ağıllı qadın olur. O da götürür, deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem gedək, Nofəlin yanı orada biri olur, əhli kitaba meyilli adam. Bu da Xədicə radiyallahu anh'ın ağıllı olmağını göstərir. Çünki Xədicə radiyallahu anh'a o vaxt ki, eşidir ki,
Belə söhbət var ki, aparır alimi yanına, bilən yanına, biləndən soruşmağa. Ki, bilən dəqiq cavab verəcək. Bu da onun fikrini göstərir, başa düşməyin. Və belə vəhy nazil olur. Birinci, İqra surəsi 5 ayə. Yəni, Ramazan ayının 17-si. Ona görə qardaşlar, bu ay Quran ayıdır. Və Quran-ı Kərim, necə bilirsiniz, elə belə kitab deyil. Başqa kitablardan fərqi nədədir? Quran Allahın söz kəlamıdır. Orada yazılanlar insan fikirləri deyil. Orada yazılan Allahın sözləridir. Ona görə Quran-ı Kərimlə Ramazanın çox bağlılığı var. Və həmçinin qardaşlar, Allah Subhanahu taala Quran-ı Kərimi hələ Quranın özündə nə qədər vəsf eləyir. Və buyurur məsələn, Hudən linnəs, o insanlara düz yol göstərən, və bəyyinəti minəl hudə, yəni heç bir şəkki olmayan, hər bir şeyi aydınlıq gətirən, aydınlaşdıran, vəl furqan, haqqı batildən ayıran və s. və s. Ona görə möhtərəm müsəlmanlar, Quran ən düz yol göstərəndir. Və kim bunu götürsə, bu Quranı Peyğəmbər sallallahu aleyhi ve sellem deyən kimi o düz yolda sayılan insandır. Ona görə Allah subhanahu teala buyurur ki, Quran-ı Kərimi vəsf eləyəndə deyir, o müttəqilər üçün ən düz yoldur. Ən düz qanundur və s. Və həmçinin möhtərəm müsəlmanlar, Quran-ı Kərimlə ancaq biz zülmətlərdən, şirkdən, cahillikdən, günahlardan qutara bilərik. Ancaq Quran-ı Kərimlə ancaq biz tövhidə yaxınlaşa bilərik, elmə tərəf gedə bilərik, Allah subhanahu ta'ala itaətə tərəf gedə bilərik. Ancaq Quran-ı Kərimlə başqa kitab yoxdur. Ona görə Allah subhanahu ta'ala buyurur ki, İnnə hədəl Quran yəhdi lilləti hiyyə əqvam və yubəşşirul mu'minin əlləzinə ya'malunə salihati və ənə ləhum əcran kəbira. Və həmçinin qardaşlar, Quran-ı Kərimdə çoxlu ibrətlər var. Həmçinin ibrət kitabıdır. Və xüsusən də hadisələri, tarixi hadisələri bizə nəql edir. Xüsusən Peyğəmbərlərin həyatının, bəzilərinin. Və ən gözəl xəbər, və ən düz, və ən gözəl, və ən təsirli, ən ibrətli xəbər Quran ayələridir, Quran xəbərləridir. Ona görə Allah subhanahu ta'ala buyurur ki, Nəhnu naqussu aleykə əhsənəl qasas. Yəni biz sənə ən gözəl hadisəni nəql edəcəyik, deyəcəyik. Ən gözəl hadisəni. Əl-Əyə, Yusuf surəsindədir. Həmçinin Quran-ı Kərim, qardaşlar, Quran-ı Kərim xəbər verməkdən başqa, düz yolu göstərməkdən başqa, həmçinin şəfadır. Şəfadır. Və xüsusən də möminlər üçün. Allah subhanahu teala buyurur ki, Yə eyyuhənnəs, qad cəəkum məv'idatun min rabbikum və şifəun limə fissudur. Əl-Əyə. Yəni Allah subhanahu teala bildirir ki, ey insanlara müraciət edir ki, artıq sizə gözəl bir mövizə gəlib, söhbət və həmçinin şəfa. Şəfa. Nəyin şəfası? Sinələrimizdəki şəfası. Sinələrdəki şəfa nədir, qardaşlar? Şəkdən, şübhədən, xəstəliklərdən, hamısından. Həm mənəvi, həm xəstəlik, mənəvi xəstəliklər, şəkdir, şübhədir və s. Həmçinin cismani xəstəliklərdən də həmçinin Quran şəfadır. Quranla müalicə olunur insanlar. Ruqiyyə olunur. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında bir neçə sahabi gəlirdi səhradan, əziyyət çəkirdilər susuzluqdan və s. yeməkdən. Bir qəbilənin yanından keçəndə heç kəs qonaq saxlamadı onları. Və bu vaxtda elə oldu ki, qəbilənin başçısını ilan vurub. Vəziyyəti pisdir. Və
O qəbilədə də həkim heç kədə başa çıxmır bir şeydir bu şeydən. Dedilər ki, bu əcnəbilər var, kərvan keçib, bəlkə onlardan kimsə nəsə bilən var. Soruşanda sahabələrdən biridir ki, mən biləm. O da işlə bilmir. Yəni, həkim deyil. Lakin Quran bilir. Gəldi, rukiyə elədi və Fatihə surəsini oxudu, Fatihə. Allah subhanətə şəfa verdi ona. Və əlhəmdülillah sürü qoyun verdilər, çünki böyük adam idi, qəbilənin başçısı idi. Aydındır. Yəni, Quran şəfadır. Və həmçin, qardaşlar, necə ki, Allah subhanətə buyurur ki, قُلْ هُوَ لِلَّذ۪ينَ آمَنُوا هُدًا وَشِفَا. Deyinən ki, onları ki, xüsusən ki, onları ki, iman gətiriblər, bu onlar üçün Quran düz yol göstərən və şəfadır. Və həmçin, qardaşlar, Quran-ı Kərim həmçinin bizə xüsusən əhli kitabın arasında olan ixtilafı açıq aydın gətirir, göstərir. Məsələn, İsa barədə, İsa aleyhissalam barədə sallallahu aleyhi ve sellem necə ona aid xilafı gətirir, Yahudilər nə deyir onun barədə, xaspərəstlər nə deyir, açıq aydın bizə gətirir, xəbər verir bizə və bildirir ki, olan zəlalətin. Və həmçinin, qardaşlar, həmçinin Quran-ı Kərimi Allah subhanətə alə bizə hasanlaşdırıb. Hasanlaşdırıb necə? Oxumağa, ləzzət almağa, başa düşməyə. Xüsusən də kim onu üzərində çalışsa. Kim üzərində çalışsa, təbii ki, elmlə və s. İnşallah başa düşər. Allah subhanətə kömək eləyər. Ona görə Allah subhanətə buyurur ki, وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكِرِ فَهَلْ مِنْ مُنْتَكِرِ. Yəni biz Allah subhanətə xəbər verir ki, ayəni bu Quranı hasanlaşdırıb. Məyər bunu oxuyan varmı? Bunu dərkləyən varmı? Və həmçin, qardaşlar, dərk eləmək, başa düşmək, faydalanmaq həmçin insandan asılıdır. İnsan istəsə, qəlbin atsa, Allah subhanət hələ, çünki hədisi qüdsə də gəlib, qul, əgər Allah tərəf yavaş-yavaş getsə, Allah subhanət hələ ona tərəf qaça-qaça gələr. Sadəcə, quldan birinci hərəkət lazımdır. Qul yeri istəməlidir. Necə, hələ fikir versək sələfin həyatına, necə Allah subhanət hələ, hətta indi də görürsən Allah subhanət hələ hidayət verir insanlara. Necə Allah subhanət hələ də cinlərə. Cinlər bir dəstə Allah subhanət hələ buyurur ki, Cin surəsində bir dəstə cin gəldilər, qulaq asdılar Qurana və iman gətirdilər. Quranın təsiri böyüdür. Necə Fudayl ibn İyad, rahiməhullah, böyük alimlərdəndir. Lakin quldur idi. Müəyyən bir ərazi, yol ona baxırdı. Yəni oradan keçənlər hamı ona pul verməli idi. Fudayl ibn İyad quldur idi. Və sonra bir gün oturur belə, hərdən insanda elə məqamlar olur. Oturub belə fikirləşib, birdən başlayır nəsə fikirləşməyə. Yorulur, ya bezir həyatdan, ya Allah bilir, belə məqamlar olur. Fudayl ibn İyad gəlir, oturur və Quran-ı Kərim eşidəndə təsirlənir. Belə bir şey heç eşitməyib. Və təsirlənir və sonra bir kəravanda yanında onu tanımırlar. Heç gedir, oturur ki, deyir, dincəlim orada. Eşidir ki, cəmaatın sözünü deyirlər ki, cəmaat deyir ki, gəlin indi çıxaq. Bir qismi deyir ki, yox, karavan indi gecədir, gəlin sabah çıxaq, səhər. Deyirlər, yox, səhər çıxsaq, Fudayl ibn İyad soyacaq bizi. Gəlin indi çıxaq. Fudayl də görür ki, subhanallah, bu nədir? Və tövbə eləyir. Yəni, ayənin təsirindən. Tövbə eləyir. Qoşulur bir dənə karavana, deyir, hansı karavan Məkkəyə gedir. Qoşulur, gedir Məkkəyə, oturur. Təxminən 27-30 yaş aralığında və balaca da deyil. Gedir Məkkəyə, oturur alimlərin yanında. Elm öyrənir. Allah subhanət hələ açır qəlbin. Alim olur. Alim, biz onun sözlərindən istifadə edirik. Bir söz deyəndə baxırıq, o necə şərh eləyir, Fudayl ibn İyad. Radiyallahu rahiməhullah. Quranın təsiri böyüdür, qardaşlar.
Həmçinin qardaşlar, lakin bizə qarşı nə lazımdır qardaşlar? Bizə nə lazımdır? Ən birinci, bunu öyrənək. Öyrənək. Düzgün başa düşək. Əməl eləyək. Ən birinci nə məsələ çıxdı, onu əsas tutaq. Ancaq biz belə Quran-ı Kərimə əməl eləyənlərdən olacaq və onda savab qazanacaq, onda Allah Subhanahu taala bərəkət verəcək. Və izzət də, kömək də Quran-ı Kərimdədir. Quran-ı Kərimə əməl etmək iləndir. Ona görə Ömər ibn Xattab o kitabı bir gün qaldırır, deyir ki, ey müsəlmanlar, nə vaxta qədər ki, siz bu kitabla yaşayırsınız, bu kitabı hakim tutursunuz, Allah Subhanahu taala sizi izzətləndirəcək. Ta o vaxta qədər ki, nə bağda bu kitabı aşağı salasınız. Onda Allah Subhanahu taala sizi zəlil edəcək. Necə indi? Aydın qardaşlar, ona görə nədir indi Quran? Quran çoxsu olub ölülərə aid. Yəni, bəzi cəmiyyətlərdə Quranı elə eləyiblər ki, ölülərə aiddir. Bəzi cəmiyyətlərdə görürsən, Qurana qarşı, Qurandan uzaqlaşdırmaq üçün şeytanlar çıxardırlar, öz adamlarını çıxardırlar. Biri gəlir, deyir ki, bizə Peyğəmbər gəlməyib. Muhammed sallallahu aleyhi ve sellem ərəblər üçündür göy ki. Özə dəlil də nə maraqlıdır? Hələ adamlar dəlil də Quranı gətirirlər. Quran-ı Kərimi. Və biri gəlir, deyir ki, Azərbaycanca oxumaq lazımdır. Bunlar hələ belə deyil, qardaşlar. Hələ belə deyil. Bunlar hələ belə deyil. Əgər sən Azərbaycan nə fərqi var, ərəbcə oxuyuram. Tutaqçılar belə söhbət qalsa. Lakin yox, İsraillə Azərbaycanca lazımdır. Məqsəd nədir? Qurandan uzaqlaşdırmaq. Ərəb dilindən uzaqlaşdırmaq. Çünki Quran ərəbcədir. Amma o isə tərcümə Quran sayılmır. Tərcümə Quran sayılmır. Tərcüməni qusursuz da oxuya bilərsən. Çünki Allahın kəlamı sayılmır o. Allahın kəlamı necə gəlib o cürdür. O sadəcə mənadır. Mənim üçün fikir versən, o cürdə müsəlmanları bölürlər və bölmə ilə də zəiflədirlər. Çünki ne üçün? Heç bir millətdə bir dənə tərcümə yoxdur. Heç bir dildə bir dənə tərcümə yoxdur. Bir də ərəbcədir bir dənə. O da Allahın kəlamıdır. Amma başqa dillərdə hərəsində 15 dənə tərcümə var. İngilis dili bəlkə 100-dən çoxdur. Hamısı arasında fərq var. Rusça görsən 15-20 dənə. Bizdə də 15 dənə. Və s. Və hamısı arasında fərq var. Bu deyir ki, mənim tərcüməm düzdür, bu deyir, mənim tərcüməm düzdür. Ona görə bunlar hamısı nədir? Bu, indi belə bir fikir çıxıb, Amerikanski İslam. Amerikanski İslam. Yəni, bunlar istəyirlər ki, məsələn, görürsən, Amerikada bu yaxınlarda olmuşdu hadisə, qadını imam qoymuşdular. Qadın imam dayanmışdı. Qadın azan verir. Deyib, azadlıq da azadlıq. Azadlıq, biz demirik, azadlıq yoxdur İslamda. Ən yüksək azadlığı, ən birinci azadlığı İslam verir. Ən birinci əqidə azadlığı, qəlbin azadlığı ki, bütlərdən, nə bilim, daşdan, ağacdan, pişikdən, heç nədən qorxmursan, azadsan. Bir də Allah. Elə ən güclü azadlıq, daxili azadlıqdır. Bunu da ancaq İslam sənə verir. Qeyrilər səni isə qul eləyir. Pişik qulu, ulduz qulu və s. Aydın qardaşlar, ona görə bunlar məsələn çıxardırlar təzə bir fikirlər, istəyirlər fikirlər yaysınlar müsəlmanlar arasında. Qadın imam deyana bilər, azan verə bilər. Və hər kəsin yeri var axı. Azadlıq var, amma azadlıq o demək deyil ki, tam, hamı lüt keçsin zat, qayda qanun olmalıdır. Cəmaat var, böyük kiçik var, onlarda yoxdur böyük kiçik. Onlar məhv olub gedirlər. Bəziləri də elə başa düşür ki, azadlıq, azadlıq, azadlıq. Yox, azadlığın da həddi var. Hər şey həddi var, azadlığın da.
laf belə azadlıq. İndi nə gündədirlər? Bədbax olub gedirlər, məhv olub gedirlər. Ona görə əli fikirləri allanmayın, qardaşlar. Cəmiyyətlərdə yayılır. Müəyyən adamları var, onların satqınları var. Onlar çalışırlar. Yaxşı pul verilir. Onlar bu işdə işləyirlər. Həmçinin Amerikanski məhzəblər də var. Və ən aydını görsənməyəni bəhailər. Bu yox ha. Bu. Bəhailər. Ha, kafirdirlər. Ha. Bunlar nədir? Bu təriqət, bu İranda yaranıb. Ha, bunlar deyirlər, hamı birdir. Yəni, xristiyan, yahudi, müsəlman, hamısı birdir. Aydındır? Bu məhzəbin adı Amerikan məhzəbidir. Aydındır, oyaq olmaq lazım, qardaşlar. Yəni, müəyyən işlər görülür. İslama qarşı, müsəlmanlara qarşı. Heç kəs müsəlmanlara zərər versə, İslama heç kəs zərər verə bilməz. Allah subhanət hələ buyurur ki, öz nurun yayır. Kafirlər istəməsələr də, münafiqlər istəməsələr də. Və həmçinin, qardaşlar, Quran-ı Kərim, ümumiyyətlə, danışmaq çoxdur. Kifayətdir ki, hələ bir dənə oxumaq. Hər hərfin 10 dənə savab var. O, ərəbcə ya. Hər hərfin 10 dənə savab var. Bir dənə düşün, əlif, ləm, mim. Hər hərfin 10 dənə, 30 dənə savab var. Bismillahirrahmanirrahim. 19 dənə hərif. 190 dənə savab. Və təsəllə bəqəni oxusun. Savabla doludur. Və həmçinin Allah subhanət hələ Quranı ruh deyir. Ruh. Quran adlarından biri ruhdur. Ruh. Necə ki, ruh bədəni yaşadır, çıxanda bədən meyyit olur. Quran da ruhdur qəlbin. Qəlbi yaşadır. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, o qul ki Allah'a zikr edir, o diri misalındadır. O qul ki Allah'a zikr etmir, o ölü misalındadır. Ölüdür, meyyitdir. Gedir, lakin meyyitdir. Boşdur. Ona görə qardaşlar, Quran-ı Kərimdən istifadə edin. Quran-ı Kərimdən oxuyun. Öyrənin. Təbliğ edin. Peyğəmbər sallallahu aleyhi ve sellemin təfsirinə. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem həm də Quranı təfsir edib. Və həmçinin qardaşlar, nədir, məsələn, əsas müşkül məsələlərdən həmçinin qardaşlar necə qeyd etdik, müsəlmanlar Quranı düzgün başa düşməyiblər. Quran ölüyə aid ediblər. Quran baxıcılığa aid ediblər. Evi ki, Allah subhanət hələ bu Quranı yollayıb ki, kimisə danası haradadırsa, onu tapmaq üçün. O bilməyib Quran ne üçün nazil olub o. Quran nazil olub ki, ad qoymaq. Bəzi avam cəmaatda belə bir şey var, adətdir, ad qoyurlar. Açan kimi hansı səhvə gəldi, birinci söz nədir o qoyurlar. Birdən başqa söz olar. Onlar zinakar. Məsələn, Allah subhanətə deyir ki, zina eləməyin. Birinci kəlmə də zina oldu. Necə ki, biri bir dəfə deyir ki, adım münafiqdir. Çünki deyir, açanda Münafiq surəsi gəlmişdi, Molla əmi münafiq qoymuşdu adımı. Münafiq də 200'dür. Avamçılıq. Bugün deyil. Ona görə qardaşlar, gələk biz çalışmalıyıq. Quran-ı Kərimi öyrənmək, öyrətmək, yaşamaq ondan, onu da ola hərəkət eləmək, ona əsas tutmaq. Və nəcat bu olacaq, kömək bu olacaq, o vaxt dualar da qəbul olacaq, o vaxt Allah sağlar kömək eləyəcək, hansı köməyə ehtiyacımız var nə qədər və həmçinin başqa əməllər. O vaxt neymət də artacaq və s. Allah subhanət hələ bizə eşib faydalardan etsin. Allah subhanət hələ bizi Quranı oxuyub, onu düzgün başa düşüb, onu düzgün əməl edənlərdən etsin. Allah subhanət hələ ölkəmizi, həmçinin müsəlman ölkələrinin xətadan, bəladan qorusun. Allah subhanət hələ bizi fitnədən və əhlindən qorusun. Allah subhanət hələ o müsəlmanlar ki, xəstədirlər, ya Rab, onları şəfa ver.
Ya Rabbi, müsəlmanlara kömək ol. Ya Rabbi, məscidimizin açılmağına, tam açılmağına kömək ol. Aqul haza və astəğfirullah li və ləkum və lisəiril muslimin min kulli zəm. Astəğfiruhu, innehu huvəl ğafurur rahim.